Abu Qasim Kufi özünün İstiğasə kitabında Abdüşşəms İbn Abdümanaf və Haşim İbn Abdümanaf qardaşıdır. Yəni bunlar Allah Rəsulunun babalarıdır. Haşim İbn Abdümanaf olub və onun da qardaşı Abdüşşəms olub. Və Abdüşşəms özünə Rumdan bir kölə, yəni bir qulam edinir və onu özünə nisbət eləyir. Və bu kölənin də, bu qulamın adı da Ümeyyə olur. Ümeyyə sonsuz, qısır bir şəxs olur ki, ondan sonra nəsli də elə özünə nisbət etdiyi kimi. Yəni, Ümeyyə İbn Abdüşşəms olur. Ona görə də bəziləri elə zənn eləyirlər ki, Ümeyyə əslində Peyğəmbərimizin əmzadəsi, yəni babaları qardaş olublar və o da babasının qardaşı oğlu olub. Bu səhv bir düşüncə.